Azərbaycan dili kimliyimiz, varlığımız. Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, bu dil bizim tariximizdir, kimliyimizdir, varlığımızdır. Biz bu dildə düşünür, bu dildə sevinir, bu dildə özümüzü ifadə edirik. Azərbaycan dili əsrlər boyu formalaşıb, qoruyub və bizə miras qalıb. Nizami, Füzuli, Xətai kimi dahilər bu dilin gücünü sözləri ilə sübut ediblər. Bu dilin hər sözü tarix daşıyır. Bu gün Azərbaycan dili bizi birləşdirən ən güclü dəyərlərdən biridir. Məktəbdə, ailədə, cəmiyyətdə, harada olmağımızdan asılı olmayaraq dilimizi düzgün və hörmətlə işlətmək bizim borcumuzdur. Müasir dövrdə dilimiz bəzən laqeyd yanaşma ilə üzləşir. Amma unutmamalıyıq ki, dili qorumaq onu sevməklə başlayır. Düzgün yazmaq, düzgün danışmaq bu sadə amma çox dəyərli bir addımdır. Azərbaycan dili bizim milli sərvətimizdir. Onu qorumaq keçmişə hörmət, gələcəyə məsuliyyətdir. Dili qoru, çünki o sənsən.